qış mövsümünün başlaması ilə bağlı təşkil olunmuş bir media turda biz Şəki rayonu ərazisində olan cəlbedici məkanların təbliğini, məlumatlandırmasını təmin edəcəyik. Bildirmək istəyirəm ki, Şəki həm ölkənin, həm dünyanın mədəni irs elementlərinin ən çox olduğu, tarixi abidələrinin ən çox olduğu məkanlardan biridir. Eyni zamanda rayon həm agroturizm, ekoturizm istiqamətində də çox ciddi turizm potensialına malikdir. Hal-hazırda olduğumuz məkan bioqardan təsərrüfatı, agroturizm təsərrüfatı buna ciddi misaldır və məlumat üçün bildirmək istəyirəm ki, bu təsərrüfat ölkədə yeganə təsərrüfatlardan biridir ki, buranın kurulması zamanı ilin bütün fəsillərində turistlərin qəbulu üçün bir cəlbedici formalaşdırılmışdır. Belə ki, istənilən ay ərzində, istənilən mövsüm ərzində qonaqlar üçün bura açıqdır və onlar buradakı xidmətlərdən istifadə edə bilərlər. Burada çoxlu sayda, çoxlu çeşiddə meyvələr, müxtəlif belə deyək, məhsullar var, hansı ki, turistlər həm bu məhsullardan dada, eyni zamanda onlardan özləri toplayaraq alışını həyata keçirə bilərlər. Agroturizmin də əsas belə deyək, qayəsi ondan ibarətdir ki, kənd təsərrüfatının biz turizmin inteqrasiyasını təmin edirik. Ümumi olaraq qeyd etmək istəyirəm ki, Şəki Regional Turizm İdarəsinin fəaliyyət göstərdiyi rayonlarda, yəni Oğuz, Şəki, Qax, Xətai və Balakən rayonlarında bu formatda fəaliyyət göstərən xeyli sayda agroturizm məkanları var və hesab edirəm ki, bizim regionun cəlbediciliyinin növbəti əsas istiqamətlərindən biri də bu agroturizm təsərrüfatları olacaq. Bundan əlavə regional idarə olaraq biz turistlərə, regional səfər edən turistlərin məlumatlarını təmin etmək üçün müxtəlif işlər həyata keçirilir. Bunlar turistik xəritələrin işlərinin hazırlanması ola bilər, yerləşmə müəssisələrində qonaqların daha keyfiyyətli xidmət əldə etmələri üçün müxtəlif təlimlərin təşkili ola bilər. Eyni zamanda regionun təbliği ilə bağlı infoturların keçirilməsi həyata keçirilir tərəfimizdən. Eyni zamanda sənaye və dövlət orqanlarının birgə şəbəkələşmə görüşü həyata keçirilir ki, bu da regional idarə tərəfindən, agentlik tərəfindən turizm sənayesinin inkişafı üçün çox ciddi töhfələr verir və növbəti illərdə də bu istiqamətdə də biz işləri mütəmadi davam etdirəcəyik və hesab edirik ki, Şimal-Qərb regionu Azərbaycanın əsas turizm destinasiyası olaraq və xüsusən də Şəki əsas bir destinasiya olaraq daimi inkişaf edəcək. Ümumi olaraq Şəki rayonu üzrə mən statistik məlumatı, statistik komitəsi tərəfindən əldə olunan məlumatı qeyd etmək istəyirəm. Gecələmə sayı 21 mindən artıq olmuşdur. Yəni otellər tərəfindən təqdim olunan məlumatdır bu. Ümumi olaraq otellərdə gecələyən turist sayı 17 mindən artıqdır. Amma burada mən bir haşiyə çıxmaq istəyirəm. Çünki bizim regionda icma əsaslı turizm olduğuna görə bu rəqəmlər reallığı tam əks etdirməyə bilər. Çünki bildiyimiz kimi bizim regiona aid olan bütün rayonlarda icma əsaslı turizm, yəni qonaq evləri fəaliyyət göstərir, hansı ki, insanlar öz fərdi evlərini qonaqlara təqdim edir. Bu istiqamətlə nəzərə alsaq, hesab edirəm ki, bizdə bu rəqəm daha yüksəkdir. Bu, belə deyək, vizual olaraq da müşahidə olunur. Ümumi olaraq Şəki ilə bağlı məlumat verək ki, hal-hazırda 42 yerləşmə müəssisəsi Şəkidə fəaliyyət göstərir. Artıq yerləşmə müəssisələrində otel kateqoriyasına aid olan 14 müəssisənin belə deyək, xüsusi sifariş forması yazılaraq audit həyata keçirilib və bugünkü statistik məlumatlar odur ki, Şəki şəhərində 1 5 ulduzlu, 6 3 ulduzlu, 1 2 ulduzlu otel fəaliyyət göstərir. Digər müəssisələr isə ulduz kriteriyasına uyğun gəlmədikləri üçün belə deyək, ulduzlar təsnif edilməmişdilər. Amma burada bir məsələni qeyd etmək istəyirəm ki, bu kriteriya davamlı olaraq dəyişən bir kriteriyadır. Çünki ulduz təsnifatı almayan müəssisələr özlərində olan xidmətləri və infrastrukturunda olan dəyişikliklər əsasında yenidən müraciət edərək ulduz təsnifatına keçə bilərlər. Ümumi olaraq onu da qeyd edim ki, bu 42 yerləşmə müəssisəsində ümumi toplam nömrə fondu 830-dan artıqdır. Ümumi olaraq qeyd etmək istəyirəm ki, region turizm potensiallı bir ərazidir və burada artıq
dövlətin bu sahədə müəyyən tədbirləri var. Bu deyək ki, sahibkarlar üçün aşağı faizli kreditlərin verilməsi ola bilər. Deyək ki, Dövlət Turizm Agentliyi bu istiqamətdə hər hansı tənzimlənmə potensialını maksimum aşağı salmışdır. Bugün hər hansı lisenziya, hər hansı bir xüsusi icazə və maneələr yoxdur. İstənilən sahibkar deməli turizm sahəsində burada həm təkcə bu yerləşmə yerlərinin fəaliyyətindən ibarət deyil, ictimai yaşayış yerləri ola bilər, yerləşmə məkanları ola bilər, qonaq evləri, hostellər, turoperator, turagent fəaliyyəti. Bu ilə bağlı agentlik tərəfindən bütün deyək ki, maneələr aradan qaldırılıb və biz həmişə öz fəaliyyətimiz zamanı deyirik ki, biz sənayenin dostu olaraq, dövlət orqanı olaraq sənayenin dostu olaraq çıxış edirik və daim bu proseslərdə onlara dəstək oluruq. Elə mənim əvvəl qeyd etdiyim bu tədbirlər də sırf bu sahədə fəaliyyət göstərən sahibkarların daha yaxşı fəaliyyətlərini qurmasına imkan verir. Qeyd etmək istəyirəm ki, bu şəbəkələşmə görüşlərinin həyata keçirilməsində biz birbaşa dövlət orqanlarının, birbaşa bu sənayenin fəaliyyəti zamanı qurumlarla sahibkarları görüşdürürük və orada onları maraqlandıran bütün suallar açıq mikrofon formatında qonaqlara yəni belə çatdırılır. Dövlət orqanı nümayəndələri bu sahədə onları məlumatlandırılır. Mövcud problemlərin həll olunması istiqamətində orada konkret tədbirlər görünür. Əlavə olaraq infoturlarla bağlı bildirmək istəyirəm ki, infoturlar agentlik tərəfindən həyata keçirilir. Hansı ki, bunu sənaye özü də həyata keçirə bilər və bizim bunu təşkil etməkdə məqsədimiz ondan ibarətdir ki, bizim regionun turizm potensialı təbliğ olunsun, burada olan cəlb edicilər ictimaiyyətə çatdırılsın və bilsinlər ki, bizim regionda hansı cəlb edicilər var. Və biz eyni zamanda sənaye ilə birgə şəkildə təbliğimizdə də bu məsələni xüsusi olaraq vurğuluruq ki, bu proseslər dövlət tərəfindən olunur. Əlavə olaraq siz özünüz də bu istiqamətdə işlər görərək müəyyən nəticələr əldə edə bilərsiniz. Bundan başqa biz təlimləri mən qeyd etmək istəyirəm. İdarə tərəfindən artıq bu il 2 gün olmaqla bütün regionu əhatə edən 2 təlim, ateşli təlimi həyata keçirilib. Bu sırf yerləşmə müəssisələrində xidmət keyfiyyətinin artırılması ilə bağlı olan bir təlim idi. Təlim hesab edirəm ki, çox məhsuldar keçdi, sənaye öz razılığını bildirdi və biz növbəti ildə artıq bu istiqamətdə fəaliyyətimizi daha genişləndirmək istəyirik. Əvvəl qeyd etdiyim kimi rayonun aqroturizm potensialının yüksək olmasını nəzərə alaraq növbəti illərdə nəzərdə tutmuşuq ki, aqroturizmlə bağlı təlimlərə başlayaq və bunun müsbət nəticələrini biz qarşıdakı dövrdə görəcəyik.